hipofiz vəzin hormonlarını yoxlayırıq. LH, lüteinləşdirici hormon, FSH, folikulo stimüləyici hormon, prolaktin, elə orada hipofizdə süd əmələ gətirən hormon. Daha sonra qalxana bənzər vəzin funksiyasını tənzimləyən hormon TSH, o da beyindən ifraz olunur, amma qalxana bənzər vəzi idarə edir. Yəni, bu hormonları yoxlayırıq. Sonra sərbəst testosteronu yoxlayırıq. Sərbəst testosteronu niyə yoxlayırıq? Ümumi testosteron belə deyək, az hallarda yoxlanılır. Nəyə görə? Çünki ümumi testosteronun, işləyən testosteronun vəziyyəti barədə məlumat vermir. Ola bilər ki, ümumi testosteron çox olsun, amma xəstədə cinsi zəiflik olsun, başqa problemlər olsun, kişi sonsuzluğu olsun. Yəni, ümumi testosteronun miqdarı həkimə çox vaxt dəqiq məlumat vermir. Dəqiq məlumatı verir sərbəst testosteron. Testosteronun bir hissəsi həmişə bağlı vəziyyətdə olur. Zülallarla bağlı vəziyyətdə, qanda, qlobulinlərlə. Ona görə, əgər dəqiq vəziyyəti bilmək istəyirik ki, nə qədər burada işləyən testosteron var, nə qədər bu şəxsin kişi cinsi funksiyasının aktivliyi dərəcəsi nə qədərdir, biz sərbəst testosteronu yoxlamalıyıq. Və sərbəst testosteron da elə bir ki, yəni qandan götürülür, alınır. Bu analizlər səhər saat 9-11 arası verilməlidir. Bir gün əvvəl heç nə yemək olmaz. Bir gün əvvəl heç bir dərman içmək olmaz. Cinsi əlaqə olmaz. Həmən günü səhər, yəni yemək olmaz, çay içmək olmaz, siqaret çəkmək olmaz. Ancaq su içmək olar. Yəni, bu qaydalara əməl eləməklə qandan analizlər, hormona görə analizlər bizdə götürülür. Və yanaşı olaraq, cinsi funksiya zəifliyi zamanı biz glikohemoglobin, yəni gizli şəkəri göstərən hormonu yoxlayırıq, qanda gizli şəkəri göstərir, insulini yoxlayırıq, insulin rezistentliyini yoxlayırıq. Bütün bunlar onun üçün lazımdır ki, biz görək, şəxsdə nə qədər bu şəkərə meyillik var, nə dərəcədə bunun bədənində insulinə rezistentlik, yəni insulini bunun toxumaları necə götürür? İnsulin çoxdur, azdır. Yəni, insulinin yuxarı olmağı kişiyə ziyan vurur. Cinsi funksiyanı zəiflədir, testosteronu salır. Çalışmaq lazımdır ki, insulin yuxarı olmasın. Belə bir vəziyyətdir. Yəni, bu yollarla biz qandan götürürük.